16-cı misalda bizə qeyd edir ki, 2 kilobayt 52 bayt çıxılsın 1100 bayt, üstünə gəlinsin 192 bit. Baxıram burada müxtəlif ölçü vahidləri var. Kilobaytdır, baytdır, bitdir. Belə olan halda mən sizə nəyi tövsiyə edirəm? Ölçü vahidlərini ən kiçikdən böyüyə doğru yazın. Burada ən kiçik ölçü vahidi nədir? Bitdir. Sonra gələn nədir? Baytdır. Sonra gələn nədir? Kilobaytdır. Yəni, məsələnin tərkibində olan ölçü vahidlərini azdan çoxa doğru yazdım. Sonra baxın, bu üç ölçü vahidi arasında ortaq olan nədir? Ortaq olan bayt. Elə. Ona görə qərar alıram ki, bu məsələnin içərisində olan hər bir şeyi ölçü vahidi olaraq bayta gətirəcəm. Hələ ki, heç bir şərtə fikir vermirəm. Baxıram, burada yazılıb 2 kilobayt, 52 bayt. Bu 52 baytı çevirməyəcəm. Bu baytdır. 1100 baytı da çevirməyəcəm. Bu da baytdır. 192 biti bayt eləyəcəm. Bir də 2 kilobaytı bayt edəcəm. İndi 2 kilobaytı çevirəndə qeyd edirəm ki, 2 kilobaytım neçə bayta bərabərdir? Aha, kilobaytla bayt arasındakı məsafə nə qədər idi? 210. Aşağıdan yuxarı qalxdığına görə biz nə edirdik? Bunu vururduq 210-a, yəni 1024-ə. Yenə belə olduqda 2 olduğu kimi qalırdı. Kilobaytdan bayta doğru qalxırdıq və bunu vururduq nəyə? 210-a, yəni 1024-ə. Baxıram uşaqlar, misalda əgər 2-nin qüvvətləri rol oynayırsa, misalı 2-nin qüvvətləri ilə, yox baxıramsa, artıq tam rəqəmlər varsa, misalı artıq 210 yox, 1024 şəkildə ifadə edirəm. 2024-ə vuranda elədi bizdə neçə? 2048. Artıq misal bu formaya düşdü. 2048 bayt, bir də buradakı 52 bayt. Bunu niyə bu formaya qoyuram ki? Tutalım uşaqlar, deyirəm ki, mən bir iş yerindən tutalım 10 manat maaş alıram, digərindən də 5 manat maaş alıram. Mənim birlikdə ümumi maaşım nə qədər olacaq? 15 manat. Elə. Burada da 2048 baytla 52 bayt yanaşı durduğuna görə bunları toplayıram. Yekun hədd bizdə eləyəcək necə? 2100 bayt. Çıxılsın. 1100 olduğu kimi qalacaq. Çünki o ölçü vahidi olaraq baytdır. 192 bitə baxıram. Gəlin bunu çevirək. Deyirəm ki, 192 bitim neçə bayta bərabərdir? Yenə 192 ilə işim yoxdur. 192 olduğu kimi qalsın. Elə. Bitdən bayta doğru düşəcəm. Bitdən bayta yuxarıdan aşağı düşəndə bunu bölürdüm nəyə? 2 üstü 3-ə, yəni 8-ə. 192-ni də 8-ə böləndə edəcək bizdə neçə? 24 bayt. Çıxıram nəyi? 24 baytı. Bu qədər. Daha doğrusu üstə gəlir.